Herkese salam dostlar. Bu benim ilk videomdu. Bugün size Brawl Stars hesabımı tanıtacağım. Bir markete girək, görək nələr var. Sushi. Bu sushiləri alırsınız. Mən almıram. Yəni nə vaxtdan da oyuna girmirəm. Ona görə. Chicken kostümü 39 elmasa çıxıb. 30 elmasım var. Neyse. Bugün size hesabımı tanıtacaktım. Bakın, benim bir şey var. Sonra Nita var, Colt var. Yani hamıda olan karakterlerin çoxu məndə də var. 9 karakterim əksikdir. Chell 11'dir, Nita 6 səviyyədir, Colt 7, 8 deməyim, görürsünüz onsuzda. Bakın, belədir. Dynamite axır vaxtlar çox sevirəm. Sonra hiper şarjlı bir Bibi var, 1000 kupa. Sonra 1000 kupadan 919 kupaya düşmüş bir Edgar var. College 7 səviyyə, iş 8 səviyyə. Əvvəllər mənim bir hesabım var idi. Orada eşi mən 800 kupaya kasırdım. O vaxtlar kuş oynamırdım. Bir dənə Pearl var, 11 səviyyə hiper şarjlı. 11 səviyyəli ama hiper şarjı olmayan bir Max var. Sonra yine 1000 kupadan düşmüş bir Frank var 910'a. 910'du. Leonet bak min eləməmişəm. Yeni açtığım kit var. Məndə Sprout, Eve, Otis, Artie, Oli, Lumi, Jayun. Bundan haberiniz var mı? Bundan haberiniz var. Karakter ne vaxt gəlir? Phoenix desen ne vaxtdan da oyuna girmirəm ona görə. Hə dostlar, burada videomuzun sonuna gələk. Gələcəkdə inşallah yaxşı videolar çəkəcəm. Bu mənim ilk videom idi. Hamınızı sevirəm. Sağ olun.